Yazamazsın elinizden. Geleceğim mi? Geleceğim mi? Geleceğim şikayet bana. Değersizler. İnandığın kadar nefesin kesersin. Bu neden bu? Namusun üzerinden beni yolla. Geçsene mi? Ben şu ziyadeysen sana. Bu zevkler birileri çek olduğunu sen geç kadın. Sen çek bizden. Bir evi be eskanadan geliyorlar buraya. Olmaz şahs olmaz. Bir şey var ha. Her iki adam bu senin üzerinden ver. Bir sana 3 sene sabah sene yaşını göredi. Ne kadar bir gözüyüm var ya. Helal iyi ver. Lan bekledim hemen iki adam senin üzerinden verecek. Sinifler bir rahatsız oldu, dördümüzü canınızı alacağım. İşte mi? Dördümüzü. Gerek bunların başında durarsan zaten. Bir de bu koşları içmez bu sınıfta. Şikayet bedel olmazlar. Bunun evvelmeme ders sansarım sana. Ben özüm de özmenin fethini yemeyi, sınıfa girmeye. Tamı değil, sayın sınıfın bir olmuyordu. Okumakta da seçilmeyen sınıfın. Terbiyede seçilmeyen sınıfın. Yox, döymək söhbət olmuyor. Tana geçsin uşaqlar içəridə. Məktəbin rəhbəri zad özü bilmirəm nə döy. Mənim işləməyim burada nədir? Səs yazısı yazılıb, səs yazısında nə göstərilib? Əgər mən döymüşəmsə, uşağın bir deyilsin ki, müəllim məni niyə döyüşlər? Yox. Agresif davranış. Bəli, agresif davranmışam, acıqlanmışam, sinif rəhbəri kimi tərbiyələndirmişəm. Müəllimlərdən də soruş, valideynlərdən soruş. Bir-iki nəfər valideyn eləyə bilər. O da uşağı oxumur. Xeyr, döymək söhbət yox, acıqlanmışam, tərbiyələndirmişəm. Dərslərdə özünü yaxşı aparamır da, müəllimlər mənə şikayət eləyirlər. Mən də bir sinif rəhbəri kimi tərbiyəni görmüşəm. Stolun üstünə döymüşəm, bəli. Nəyi dönmüşsünüz? Xətkeş taxtanı. Taxtanı döyüm. Əgər mən uşaq döymüşəmsə, uşağın bir nəsət çıxar ki, məni niyə döyürlər? Uşaq özünü yaxşı apara bilmirsə, müəllimənin dərsində, müəllimlərin dərsində özünü yaxşı apara bilmirsə, sinif rəhbəri müəyyən tədbir görməlidir də.